Güllələnmə təxirə salınır filmi 1993-cü ildə çəkilsə də, niyə nümayiş tarixi 2002-ci il yazılıb? Gəlin izləyək. Uşaqların ləqəbini yaxşı əzbərləmisən. Amma deyəsən öz ləqəbin yadından çıxıb. Ha? Ha? Hacı baba. Əslində oxşar hadisə başqa məşhur filmimizdə də olub. Yuxu filmi 1993-cü ildə çəkilsə də, yalnızca 2001-ci ildə bitirilib və nümayiş edilib. Bunun səbəbi həmin filmi tamamlamaq üçün maddi vəsaitin olmamasıdır. Oxşar hadisənin daha pisi güllələnmə təxirə salınırda baş verib. Filmi maliyyələşdirən şəxs müflis olur və filmin çəkilişləri yarımçıq dayanır. Bundan sonra isə filmin lentləri, neqativləri itibata düşür. Ukraynada Davjenko studiyasında qalır və pul olmadığı üçün gedib götürmürlər. Ancaq illər sonra gedib həmin lentləri tapırlar. Məhz bundan sonra filmin geri qalan hissələri də çəkilir və nümayiş etdirilir. Bu filmdən bəs hansı ifadələr yadınızda qalıb?